Salam xanımlar, necəsiniz? Bugün hamının sevdiyi yayın ən gözəl yeməklərindən biri olan yay dolması, üç bacı dolması hazırlayıram və istəyirəm ki, sizlərlə də paylaşım. Hər kəs fərqli hazırlayır. Mən də bugün necə hazırlayıramsa onu sizə təqdim etmək istəyirəm. Bugün düyüsüz hazırlayacağam. Əti yəni qovuracağam və düyü əlavə etmədən hazırlayıb sizə göstərmək istəyirəm. Əvvəlcə ətimi hazırlayıram. Ətimə sarı kök duz, biraz su əlavə etdim. Burada mal ətidir. Mal əti olduğu üçün mən hardasa 50 qram qədər quyruqda xırdaladım, ətimə əlavə etdim və 2 baş soğanı da xırda-xırda doğrayıb ətimə əlavə edirəm və bir yerdə qovururam ta ki bişənə qədər. Tərəvəzlərimi seçərkən daha kiçik ölçülərini seçirəm və ilk öncə badımcandan başladım. Yarım halqa soyuram və duzlu suda biraz gözlədirəm ki, acılığı suya keçsin. Sonra isə bitki yağı və ya zeytun yağında o üz bu üz qızardacağam. Qızartdıqdan sonra başlayıram digər tərəvəzlərin içərisini təmizləməyə. Bibərlərin içərisini belə xüsusi alətim var, yəni tərəvəzlərin içərisini çıxarmaq üçün onunla daha rahat çıxır. Başlayıram bir-bir həm bibərlərin içərisini təmizləməyə, həm də pomidorların içərisini təmizləməyə. Videonu izləyən xanımlar, hələ də kanalıma abunə deyilsinizsə kanalıma abunə olun və siz bu yeməyi necə hazırlayırsınızsa, həmin hazırlanma qaydasını şərh bölməsində mənimlə paylaşın. Beləliklə ətim kənarda hazırlandı. Mən əlavə biraz yağ da əlavə etdim ki, çox da yağsız olmasın. Tərəvəzlərimi də təmizlədim. Başlayıram içlərini doldurmağa. Kənarda bir qabda biraz sarı kök, biraz duzu qarışdırıram və başlayıram tərəvəzlərimin içərisini həmin bu qarışımla duzlamağa. Sonra isə ətimi dolduracağam. Bunu da qeyd edim ki, pomidoru çıxararkən saplaq hissəsindən deyil, alt hissəsindən, yəni bu alətlə çıxardıram və ətli hissəsini atmıram. Onu kənarda çəyirdəklərindən ayırıb suyunu süzüb, ətli hissəsini yeməyin içərisinə əlavə edirəm. Həmçinin suyunu da qapaq, yəni qabıq hissəsində olan hissəni biraz kəsib bibərlərimin əti doldurduqdan sonra ağzına əlavə edəcəyim. Ətimə isə sonda biraz quru reyhan əlavə etdim. Burada video görüntülərində niyəsə silinib, yəni siz təzə reyhan da xırda-xırda doğrayıb əlavə edə bilərsiniz. Ətimi elə bişirdiyim tavada da tərəvəzlərimi doldurub bir kənardan başlayıram yığmağa. Baxın, bibərlərimi bu cürə doldurdum və pomidorun ətli qabıq hissəsində ağzına qapaq kimi örtdüm. Belə olanda çox gözəl görsənir. Budur xanımlar, artıq bütün tərəvəzlərimi doldurmuşam. Biraz səliqəsizdir, mən səliqəyə salacağam və pomidorun suyunu da üzərlərinə əlavə edib, qapağını örtüb vamxodda bişirəcəyim. Budur, artıq yeməyim hazırdır. Tərəvəzlərim dağılmadı. Baxın, çox da bişirməyin. Çünki əti kənarda artıq bişir. Yəni tərəvəzləri çox da qaynatmağa ehtiyac yoxdur. Xanımlar, artıq bir videonun da sonuna gəldik. Siz də hazırlayın. Çox gözəl yeməkdir. Yayın ən sevilən yeməklərindən biridir. Sağ olun. Gələn videolarda görüşənədək.